Kitablar o qədər dəyərliymiş ki, zəncirə vurulurdular rəflərdə. Kişilər daha çox kitab oxuyur, yoxsa qadınlar? Kitab oxumuram və əskiyini hiss eləmirəm. Müəllim də ona qayıdıb deyir ki, amma biz hiss edirik. Ölkəmizdəki kitab yazıçıları. Vizual tərəfi işləyir beynimizin, hərfləri görmək üçün. Dil işləyən bölgəsi aktiv olur beynimizin. Kitab oxumağa təzə başlayanlar üçün bəzi məsləhətlər verəydi. Statistikalara da baxanda varlı insanlar çox kitab oxuyurlar. Yəni heç nə olmaz. Dostoyevski oxudum, nə oldu ki? Unuduruqsa bu qədər kitabı nəyə görə oxuyuram? Nəyə görə ki, biraz reklam olsun. Fuad Əsədovun kitabıdır. Gözlə, qoy bunu da reklam edeyim. Və son olaraq yerdə Salam. Necə sağırsın? Yaxşıyam. Bugünkü mövzumuz çox maraqlı bir mövzudur. Kitablar. Eyni anda ikimiz də dedik, amma planlı deyildi. Hansı dedik? Kitab oxumaq hobbi olaraq necə yaranıb? Kitab oxumaq adəti əslində çox qədim bir adətdir. İnformasiyanın toplanmasına olan ehtiyacdan yaranıb. Bu da yazının kəşfindən sonra əlbəttə ki, ortaya çıxan bir şeydir, bir icaddır. Bu informasiyalar toplanıb və o informasiyaları saxlamaq üçün və gələcək nəsillərə ötürmək üçün bir vasitəyə ehtiyac var idi. Burada biraz kitabların tarixinə dəyinmək istəyirəm. Ən başda yaranan kitablar gildən lövhələr idi. Onları insanlar bir-bir oxuyurdular, səhifələri var idi onlarında. Papirosa yazılmağa başladı kitablar bir müddət sonra. Papirosa da əl yazma yazırdılar. Sonradan da artıq bildiyimiz kağızlar çıxdı. Kağızlara əl yazma yazırdılar. Əl yazma keçirtmək illərini alırdı insanların. Ona görə də kitablar heç əlçatan deyildi, çox bahalı idi. Ancaq demək olar ki, elitlər kitab oxuya bilirdilər. İlk dəfə orta əsrlərdə dəyişdi. Çap maşınının icadı ilə dəyişdi əlbəttə ki. 1440-cı ildə Johannes Gutenberg çap maşınını kəşf edir. 1455-ci ildə isə Gutenberg Bible adında ilk dəfə böyük bir kitab çap olunur. Gutenberg İncili yəni. Bu əslində texnoloji yenilikdən çox bilik inqilabı idi. Çünki artıq bilik elitlər əlindən çıxıb kasıb təbəqənin də əlinə yayılmağa başlamışdı. Bu çap maşınının icadı ilə hamıya çatacaq qədər kitab çap olunurdu. Kasıb insanlar da artıq oxuya bilirdi. Hətta orta əsrlərdə bu çap maşınının icadından öncə kitablar zəncirə vurulurdu. Kitablar o qədər dəyərliymiş ki, zəncirə vurulurdular rəflərdə. Çünki tez-tez kitab oğurluqları baş verirdi. Kitablar bir insanın milli qazancı qədər idi. Yəni bir kitab o qədər dəyərli idi. Amma ki, təəssüf ki, günümüzdə artıq kitablar bu qədər əlçatan olsa da insanlar üçün oxumuruq onları. Yəni bu qədər dəyərli vasitələr əslində heç dəyərləndirmirik. Artıq insanlar həqiqətən çox az kitab oxuyurlar. Belə bir arqument gətirə bilərlər ki, buna əvvəllər başqa informasiya vasitəsi yox idi, ona görə kitab oxuyurdular. İndi isə bir toxunuş ilə milyonlarla məlumatı əldə edə bilərik. Onda niyə kitab oxuyaq ki, deyə bilərlər. Biz də əslində sosial media çıxdı. Əvvəllər qəzetdən informasiya alırdı. Amma ki, sosial media çıxdı, artıq qəzetə də ehtiyac yoxdur. Xəbərləri olsun, texnoloji yenilikləri olsun, istədiyin hər hansı bir infonu asanca ala bilirsən. Kitablar sadəcə olaraq kağız deyil, yəni onlara sadəcə kağız kimi baxmaq doğru deyil. Kitablar çünki insanlığın tarixi də əslində. Sosial medianı açıb asanca bir xəbər ala bilərik, amma ki o informasiya beynimizdə nə qədər müddət qalacaq, bunu düşünmək lazımdır. O informasiya nə qədər dərindən alacağıq. Çox da az bir formada haqqında bir şey oxuyub əldə edəcəyik, amma kitabsa bizi o fikrin üzərində dayanmağa şövq eləyir və o fikri dərindən araşdırmağa şövq eləyir. Düşünün də bir sosial mediada hər gün minlərlə informasiya görürsüz. Hansı yadınızda qalır? Sosial mediada asanca insanlar dezinformasiya yaya bilirlər. Məsələn, Nietzsche-ni oxuyursansa, fikirləri əlbəttə ki, səndən çox daha irəlidədir. Bir çox insandan daha irəlidədir. Hansısa bir alimin fikrini oxuyursansa, əlbəttə ki, orada sənin dezinformasiya almaq ehtimalın daha aşağıdır. Yəni belə bir fakt var ki, orta statistik bir kitabın üstündə 200-300 saat əmək keçib. Bir video isə düzəltmək üçün 5 dəqiqə belə kifayətdir. Düzdür. Kitab oxumayan insan nə itirir? Niyə oxumalıdır? Ola bilər ki, kimlər üçünsə kitab oxumaq çox da önəmli bir şey olmasın. Amma ki, asanlıqla kitab oxuyandan oxumayan insana ayırmaq olur. Kitab oxumayan insan belə deyək, bir fikrin içində qalmağı itirir, dərin düşünməyi itirir, səbirli olmağı itirir, özünü tanımaq üçün bir yolu itirir. Bunlar da ki, məncə insan olmaq da əslində biraz. Artıq AI agentlər gəlib, robotların dövrüdür demək olar ki, bu dövrdə ən əsas xüsusiyyətimiz məncə insan olmağımızdır, insan ola bilməyimizdir, insan qala bilməyimizdir. Bəlkə də kitab oxumayan insanlar onun əskiliyini hiss eləmir. Hansı ki, kinoda da deyir, kitab oxumuram və əskiliyini hiss eləmirəm. Müəllim də ona qayıdıb deyir ki, amma biz hiss edirik. Bəzi insanlar da onun tərəfindədir ki, seriallar, filmlər varkən mən niyə gedim kitab oxuyum? Kinoya baxmaq da yaxşı bir şeydir. Demirəm ki, pis bir şeydir, baxmayın. Kinoya baxanda beynimiz yenə də hazır informasiya alır. Ancaq vizual tərəfi işləyir. Kinoya baxmaq da hal-hazırda fokus tələb edir. Bir çox insan kinoya belə baxa bilmir. Uzundur kinolar. Onlar alışıblar ki, 2 dəqiqə baxıb keçsinlər hər şeyə. İnsanın kitab oxuyanda beyni tamamilə aktiv olur. Kitab oxumaq sadəcə olaraq oxumaq deyil, həm də oxuduğu
alırsan, təsəvvür eləməlisən. Həm vizual tərəfi işləyir beynimizin, hərfləri görmək üçün. Həm dil işləyən bölgəsi aktiv olur beynimizin, həm də xəyal etmə gücümüz inkişaf edir. Filmə isə baxanda bizə hazır şəkildə göstərirlər. Artıq təsəvvür etməyimizə ehtiyac qalmır heç nəyi. Ola bilər ki, bizi düşündürür filmlər müəyyən qədər. Orada kimsə nəsə deyir, bizim həyatımıza təsir edir o. Amma ki, kitab qədər heç vaxt ola bilməz. Bəzən də insanlar deyirlər ki, Dostoyevski uzun-uzun təsəvvür edir ki, bura belə idi, ora elə idi, mən onu oxuya bilmərəm. O qədər beynimizi işə salır, beynimizi inkişaf etdirir, təsəvvür etməyimizə şərait yaradır. Həm yaradıcılığa müsbət təsir edir, həm analitik düşüncəyə, həm lüğət bazanızı gücləndirir. Dil öyrənmək istəyənlər üçün də bu ən möhtəşəm yollardan biridir. Yəni çox adam film izləyərək istəyir öyrənmək, amma kitabla öyrənilən dilin yerini heç nə verə Poetik bilməz. tərəflərini də öyrənirsən. Və C2 səviyyəsinə məsələn gəlmək istəsənsə bir dildə ana dilli şəxs kimi danışmaq istəyirsənsə, kinolarla bacara bilmərsən. Qeyd elədin ki, kitab oxumayan insanları anlaya bilirəm. Oxuyan və oxumayan insan arasında nə kimi fərqlər var? Kitab oxuyan və oxumayan insanlar arasında ümumi beyin cəhətdən fərqlər var. Yəni bunu biz özümüz demirik. Bunu alimlər araşdırıb və beynin Araşdırmalar şəkillərinə baxanda da görünür fərqlər. hansı hissələrin işlədiyinə baxırlar kitab oxuyanda. O hissələr daha çox inkişaf edibsə, deməli bu insan kitab oxuyan insanlar. Araşdırmalar göstərir ki, müntəzəm olaraq kitab oxuyan insanlar daha yaxşı analitik düşünür. Belə bir statistika da var ki, müntəzəm kitab oxuyan insanların hiss etdikləri daha çox real çıxır. Kitab oxuyanda insan tamamilə özünü o obrazın yerinə qoyur. Tutaq ki, dünyanın ən məşhur kitabı Cinayət və Cəzadır demək olar ki, orada bir cinayətdən söhbət gedir. Biz əlbəttə ki, çoxumuz cinayət işləməmişik. Kitab oxuyanda özümüzü bir cinayətkarın yerinə qoyuruq və demək olar ki, tamamilə eyni ilə o cinayətkar kimi hiss edirsən. Bu günlərdə öyrəndim ki, bunda həqiqətən də özümüzü tamamilə 100% o insanın yerinə qoyurmuşuq. Yəni beyin fərq ayıra bilmir də. Bu Fərq reallıqdır ayıra yoxsa kitab. Bəzən də ola bilər ki, insanlar daha çox kitab oxuyurmuş kimi görünmək istəyirlər. Daha ağıllı görünmək üçün ətraflarına, düzdür. Hətta belə bir app var idi. Haqqında eşitmişdim ətrafımdan ki 15 dəqiqəyə bütün kitabların, klassik kitabların, Dostoyevskinin o boyda yazdığı o əsərlər, idiotun təsəvvür elə 15 dəqiqəyə. İdiot demək olar ki, düşüncələrdən ibarətdir çoxunluqla. Ümumiyyətlə Dostoyevskinin kitabları məsələn heç orada 15 dəqiqəlik hadisə də baş vermir çoxunluqla. Kitab oxumaq çətindir, başa düşürəm. Amma kitab oxuyurmuş kimi görünmək çox daha asandır. Bir dənə kitab şəkli paylaşırsan və ya da hansısa bir statü paylaşırsan, kitab oxuyurmuş kimi görünürsən, hörmət olunan bir insana çevrilirsən, sənin dedikləri və sayğı ilə yaxınlaşır hamı. Oxumayan insanlar öz fikirlərini müdafiə etmək bacarığından yoxsun olurlar. Ki də öz fikirləri var. Fikirləri olan insanlar da görmüşəm dəfələrlə. Bəlkə də kitab oxumur, podkast dinləyir, kinoya baxır. Əlbəttə ki, o insanlar da öz fikirlərini müdafiə edə bilərlər. Bir var ki, sən kənardan öyrəndiyin bir fikri satasan qarşındakına. Sadəcə olaraq kimsə nələrsə deyib, hansısa bir podkastda sən də oradan öyrəndiklərini satasan. Çünki podkastda adətən özümüzə podkast çəkirik, amma ki indi bunu da izləyəndə, yəni düşünməyimiz üçün boşluq olmur. Amma kitab oxuyanda isə kitab yavaşdır, bizə düşünməyə vaxt verir. Ona görə də kitab oxuyan insan fikrini müdafiə edə bilir, çünki o fikir üzərində düşünüb, o fikrə öz səylər nəticəsində gəlib, öz düşüncəsindən, öz təcrübələrini də qata bilib o düşüncəyə. İnsanlar obsessiv şəkildə düşünürlər ki, bədii olmayan kitablar, elmi kitablar onlara çox şey öyrədəcək, çox ideyaları dərindən öyrədəcək, amma bədii kitablarsa heç nə verməyəcək. Mən düşünürəm ki, bəzən bədii kitabların öyrətdiyi həyat dərsləri çox daha uzun müddətli qalıcı olur, çox daha təsirli olur. Bir tərəfdə bizə durmadan informasiya verən bir kitab var. Bu da dəyərlidir, informasiya da dəyərlidir. Bir tərəfdə də bizə düşünməyi öyrədən. Bir var ki, sizə hazır informasiya versin hər hansısa bir platform və yaxud da hər hansısa bir şəxs. Deyirlər ki, mənə balıq tutub vermə, balıq tutmağı öyrət. Klassik kitablar, klassik ədəbiyyat bizə bunu eləyir. Bizə düşünməyin yolunu öyrədir. Həqiqətən də bizə elə bir həyat dərsi verir ki, elə bir silkələyir ki, bizə onun içində baş verən bir hadisəni öz həyatımızla əlaqələndirir və bizi o qədər dəyişdirə bilir ki, düşüncə tərzimizi o qədər dəyişdirə bilir ki, yanaşmamızı. Yadımdadır ki, mənə bir dəfə bir dənə kitab vermişdin. O kitabdan sonra artıq analıq depressiyasının nə olduğunu həqiqətən də özüm yaşamış qədər anladım və indi qadınlar deyəndə ki, məsələn, analıq depressiyası belə oldu, elə oldu, nə yaşadıqlarını az-çox başa düşə bilirəm. Bu əslində mənə çox qəribə gəlirdi ki, bu məlumatı alana qədər ki, insan oxuduğu kitabdakı obrazın yerinə tamamilə özünü qoyur. Bir də ki, sonradan məsələn, elmi kitablarda oxuyanda, Azərbaycanlı bir dənə yazar var, onun kitabını oxuyurdum. İndi o kitabı da göstərəcəm əslində, istəyirəm ki, biraz reklam olsun. Kitabda da əslində danışılırdı. Orada da artıq mənə tanış idi bu. Lazımsız sayılacaq bir kitabdan almışdım bu informasiyanı. Uşaq vaxtı oxumuşam özdə, amma hələ də hissləri yadımdadır. Kitabda baş verənlər də çox yadımdan çıxıb, amma bəzən də deyirlər ki, unuduruqsa bu qədər kitabı
nəyə görə oxuyuruq, nəyə görə oxuyaq onda yadımızdan çıxacaqsa gələcəkdə. Amma uşaq vaxtı oxumuşdum, amma hissiyatı hələ də yadımdadır. Oradan öyrəndiyim bu dərs hələ də yadımdadır. Yəni hadisələr, xarakterlər, adlar və s. yadına çıxa bilər, amma oradan aldığın dərs, Düzdür. o keçirdiyin hissə çox yadından Düzdür. çıxmır. Onda gərək biraz da statistikalara. Kişilər daha çox kitab oxuyur, yoxsa qadınlar? Düşünürdüm ki, əksinə olar. Statistikalar göstərir ki, qadınlar kişilərdən daha çox kitab oxuyur. Qadınların 60% kitab oxuyur. Kişilərin isə sadəcə 40-45% kitab oxuyur. Qadınlar il boyunca kişilərə nisbətdə say olaraq daha çox kitab oxuyurlar. Yaş aralığına görə kitab oxuma müddəti, sayı necə dəyişir? Və ən çox kitab oxuyanlar 50 plus insanlar imiş dünya üzərində. Gənclər isə demək olar ki, 18-24 yaş arası gənclər az kitab oxuyan kateqoriyadır. Azərbaycan üçün necədir vəziyyət kitab oxumaqla bağlı? Azərbaycanda təəssüf ki, çox az kitab oxunur. Onsuz da ki, ölkələrin rifah səviyyəsinə görə dəyişir kitab oxumaq. Statistikalara da baxanda varlı insanlar çox kitab oxuyurlar. Yəni milyarderlərdən danışıram. Demək olar ki, hamısı kitablarla davamlı haşır neşir olmaq türk dilində belə bir söz var. Kitablarla davamlı haşır neşirdirlər. Yəni davamlı oxuyurlar, davamlı araşdırırlar. Buradan da əslində görə bilərik ki, demək ki, kitablarda nəsə var ki, varlı insanlar davamlı kitab oxuyurlar. Məsələn, Bill Gates özü ən məşhur kitab oxuyanlardan biri. İldə 50 plus kitab bitirirmiş. Elon Musk özü deyir ki, öyrəndiyim məlumatların olar ki, hamısını kitablardan öyrənmişəm. Bu qədər varlı insan, bu qədər ağıllı insanlar oxuyurlarsa bu kitabları, demək ki, orada nəsə var. Bizim ölkəmizdə isə demək olar ki, çox aşağıdır kitab oxumaq səviyyəsi. Hətta deyərdim ki, ölkəmizdə yaşayan ruslar bu səviyyəni artırır bəlkə. Hansı kitab mağazasına getsəm, Azərbaycan dilindən çox rus dilində kitablar satılır. Çünki normaldır, ancaq onlar alırlar kitablar. Çox təəssüf ki, bizim millətimiz oxumur. Ancaq belə gic-gic psixoloqların və ya da özünə psixoloq deyən adamların kitabları alınır. Psixoloqların kitablarını oxumaq istəyirsə, nə bilim, Sigmund Freud var məsələn, Jung var. Daha dəyərli psixoloqların, hətta Alper Hasanoğlu var. Burada kitab var. Reklam da edirik. Gedib nə bilim, kəndini sev, nə bilim, kəndinə dəyər ver. Belə kitablar oxumayın, xahiş edirəm. Bir dənə səhifəni götürüb belə bu boyda bir dənə söz yazıb səhifəyə. Kəndini sev, gözəl insan. Bir dənə səhifə getdi. Niyə elə bir şey? Niyə elə bir israf eləyirsən? Həqiqətən yəni. Bəs ölkəmizdə yazıçılar barədə nə düşünürsən, ölkəmizdəki kitab yazıçıları? Bizdə çoxunluqla detektiv janrı məşhurdur. Yazarlar arasında aydın nə görsən. İnsanlar da əslində çox oxuyurlar detektiv janrını. Çingiz Abdullayev. Çingiz Abdullayev, Elxan Latlı. Bilmirəm, mən oxumuşam kitablarını, ikisinin də kitablarını oxumuşam. Amma ki, çox da mənim zövqümcə deyil, belə deyək. Təkcə detektiv kitablar oxumayın. Kitablar təkcə detektiv janrından ibarət deyil və yaxud da təkcə detektiv oxuyursunuzsa, bilmirəm, o da nə qədər kitab oxuyuram demək olar ona da. Azərbaycanlı bir yazar kimsə önərəndə və yaxud da verəndə kitabını böyük bir ön yarğı ilə yanaşıram həqiqətən. Çünki nə qədər oxuduqlarım heç yaxşı təcrübəm olmayıb Azərbaycanlıların yazdığı kitablardan. Amma ki, ən son psixoloqum bir kitab vermişdi. O kitabı da böyük bir ön yarğı ilə aldım ki, yəni nə yaza bilər də burada. Adı Beyin idi. Utanıram indi ön yarğımdan. Fuad Əsədovun kitabıdır. Sanki kitab reklamıdır, amma reklam deyil, heç bir əlaqəmiz yoxdur. Sadəcə olaraq çox ağıllı bir gəncdir. Alper Hasanoğlu ilə də heç bir əlaqəmiz yoxdur. Hər rəngdə danışırıq. Məncə bu kitabın yazarı özü də qeyd edir. Çox yaxşı yazarlar oxuyub. Öz sahəsi də özü psixiatrdır. Yəni öz sahəsi üzrə də çox bilgilidir, həmçinin beyin üzrə də çox bilgilidir. Kitabda belə biraz həm maraqlı elmi dillə, həm də biraz da belə yumor qataraq yazıb kitabı. Dili də çox maraqlıdır, özü də çox maraqlı kitabdır. Onda kitab oxumağa təzə başlayanlar üçün bəzi məsləhətlər verəydi. Kitab oxumağa təzə başlayırsınızsa, ümumiyyətlə ilkin olaraq bunu deyə bilərəm ki, davamlı adı keçən, çox məşhur kitablara qaçmayın. Dostoyevski məsələn özü çox məşhurdur klassiklərdən, amma ki Dostoyevskinin kitabları biraz ağır gələ bilər təzə başlayanlara. Ona görə də öz marağınıza baxın. Elə kitablar seçin ki, kitablara marağınız ölməsin oxumağa başlayandan sonra ki, yəni düşünməyəsiniz ki, haqlıymışam niyə qədər oxumamaqla. Baxın, əslində filmlərdə də demək olar ki, həmən janr sizə xitab edə bilər. Məsələn, əgər science fiction sevirsinizsə, alıb oxuya bilərsiniz hansısa bir əsəri. Və yaxud da hamıya maraqlı gələn bəzi kitablar var. Məsələn, Xalid Hüseyninin kitabları. Yəni üçü də Və Dağlardan Səda Gəldiyini çıxmaq şərti ilə ən çox mən onu bəyənmişdim, amma axıcı kitablardır. Stepan Zweig oxuya bilərsiniz, çox qısadır kitabları və Şəkər Portakalını oxuya bilərsiniz məsələn. Balaca Şahzadə deyirlər uşaq kitabıdır. Məncə daha çox böyüklərə xitab edən bir kitabdır. Kitabın əvvəlində deyir ki, uşaqlardan üzr istəyirəm, amma bu sizin üçün deyil. Hansı kitabları məsləhət görərsən? Hazırda oxuduğum kitabı deyim. Mən hazırda Karamazov qardaşlarını oxuyuram. Dostoyevskidən. Hə? Onda belə bir sual verim, bizim klassik neytralın sualı.
Kitab oxumaq özümüzlə bağlı Nə bizə nə öyrədir? öyrədər? Özünüzü də tanımağa həm şərait yaradır kitablar, həm də qarşınızdakını tanımağa şərait yaradır, həm də öz fikirlərinizi müdafiə etməyə, debatlar etməyə sizə şərait yaradır. Bir kitabı açıb oxuyanda oradan bütün cavabları almayacaqsınız. Kitablar əksinə bizi narahat etmək üçündürlər, bizdə suallar yaratmaq üçündürlər, bizə o dəqiqə cavablar vermək üçün deyillər. Buna görə də icazə verin ki, kitablar sizin beyninizdə yeni suallar yaratsın, düşünməyə vadar etsin, sizə düşünməyi, necə düşünməli olduğunuzu öyrətsin. Bəzi insanlar elə baxır ki, oxudum, nə oldu, hə? Heç nə olmadı. Dostoyevski oxudum, nə oldu? Doğru vaxtda doğru kitabı oxumaq adamı əsas dəyişən. Elə vaxt olur ki, sən o kitabda elə bir şey görsən ki, başqa vaxt oxusan bəlkə də heç görməyəcəydin o cümləni, amma həmin dəqiqə sənə təsir edir o cümlə. Hə, Dostoyevski oxudum, nə oldu? Hə, nə bilim, Kafka oxudum, nə oldu? Nəsə olmalı deyil əlbəttə ki. Onlar başqalarının fikirləri, Kafkanın neçə illik təcrübəsini götürüb, acılarını götürüb kitablara yazıb, biz də onları oxuyaraq sadəcə olaraq oradan dərs çıxara bilərik. Düşünməyin ki, artıq ChatGPT var, artıq biz hazır şəkildə informasiyanı ala bilirik. Nəyə görə kitab oxuyaq? İnsan beyni hər zaman düşünməyə, hər zaman fokuslanmağa, hər zaman yeni şeylər kəşf etməyə, öyrənməyə ehtiyac duyur. Ona görə də texnologiya dəyişib, amma insan beyni dəyişmir. İnsan beyni eyni qalır hər zaman. Kitablar bizi daha çox insan eləyən, daha çox özümüzə yaxınlaşdıran, özümüzlə bağlı və ətrafımızla bağlı bizə pulsuz informasiya verən, Pulsuz deyil. illərin təcrübəsini, yəni yaxşı çox az bir məbləğ qarşılığında Sənə aldığımız, görə az. illərin təcrübəsini çox az bir məbləğ qarşılığında aldığımız bir vəsaitlərdir. Ona görə də kitablar çox dəyərlidirlər. Hələ də məncə zəncirə vurulub saxlanmalıdırlar, o qədər dəyərlidirlər. Gözlə, hə qoy bunu da reklam edeyim. Və son olaraq yerdə bu kitabı. Fuad Əsədov özün bu qədər reklam. Sağ olun.